Allah azza və cəllə filan günahı eləmə, haram eləyir və cəhənnəm əzabı ilə hədəliyir və sən də etiqad edirsən. Zaten bunu etiqad etməsən, yəni sən küfr etmiş olarsan ki, yəni sən bilirsən, görür Allah, eşidir, bilir və qeyd eləyir. Bundan əvvəlki hədisdə biz oxuduq. Nə deyir? Bu sizin əməllərinizdir deyir. Mən o deyir, onları saymışam, hesaplamışam, bugün də sizə verirəm. Tamı-tamına. Kim xeyir taparsa Rəbbinə şükür etsin, kim də şər taparsa özündən başqa heç kimi qınamasın. Amma yəni hər bir halda biz nə edirik qardaşlar? Yəni qəflətə özümüzü salmayaq. Çünki bax şeytanın o ovlamaq anıdır o. Şeytan bizim ayıq olduğumuz vaxtda bizə heç nə eləyə bilməz. Şeytan ümumən heç bir şey etməyə qadir deyil. Bu özü başqa bir mövzudur. Nəsə sənə elətdirə bilməz. Nəsə sənə zərər verə bilməz. Sadəcə sənə nə vəsvəsə. Sadəcə sənə vəsvəsə verir, qəflətə salır, sənə nəsə qəlbivə bir şey, fikirlər salır. Ona görə onun istədiyi an sənin qəflətdə olmağındır. Sən də gördün ki, bir qəflətə düşmüsən, bax, Allahı unutmusan, bax, hal-hazırda Allahın sənin görməsini unutmusan, ya əməllərin yazılmasını unutmusan, bil ki, təhlükədəsən. Sən bu dəqiqə istənilən bir günaha düşərsən. Deməyi mən ona düşmərəm, buna düşərəm, amma buna düşsəm də ona düşmərəm, yox. Burada özünü aldatma. Və özünü arxeynləşdirmə. Arxeynləşdiyin, şeytan bax oradan vuracaq bir dənə. Allah qorusun, həqiqətən, vallahi arxeynlik olmaz, qəflət olmaz. İnsanın düşmənidir qəflət. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Kullu bəni Ədəm xətta və xayrul xətta'inət təvvabin. Bütün Adəm övladı xətakardır, xətakarların ən xeyirlisi tövbə edənlərdir. Özünüzdən götürün. Uzağa getməyə, kitabsız oxumaya ehtiyac yox. Nə vaxt günaha düşmüsən, bax görərsən ki, qəflətə düşdüyün andır. Yoxsa açıq, aydın zehinlə, açıq, aydın idrakla, o şuurla ki, bax, mənim Rəbbim məni görür, mələklər yazır, heç vaxt günah eləyə bilməz insan. Mümkün deyil o. O qəflətdədir. Ona görə o qəflətin ilk anlarında insan hiss eləyir, o şey qəflətə düşüb. Həmən oradan çəkin. Çünki ardı gəlir. Reis kimidir. Düşdü, gedir. Durmur bir yerdə, gedir, irəli gedir. Ta ki, şeytan səni həlak edib. Hətta vallahi dindən çıxarana kimi sənin ardından əl çəkmir. Çünki onun hədəfi sənin mücərrədən günaha düşməyin deyil. Sadəcə günaha düşməyin, mücərrədən günaha düşməyin olsaydı nə var idi ki? Günaha düşərdi Adəm oğlu, sonra tövbə eləyərdi. O, bununla yetinmir. Onun məqsədi səni oda salmaqdır. Özünə yoldaş eləməkdir. Səni dindən uzaqlaşdırmaq, küfrə salmaqdır onun məqsədi. Ona görə durmur. Elə ha ki işləyir. Addım bitir ki, ta ki cəhənnəmə salana kimi davam edir. Ona görə yəni ki, heç bir şeyə xırda baxmaq lazım deyil. Nə yaxşı əməllərə xırda baxmaq lazım deyil. Bu xırdadır, mən gözlüyüm nə vaxt böyük olar, böyük eləyərəm. Yox, xırda elə, yaxşı əməlləri də elə. Eləcə də günahdan da çəkin. Yox, mən bax, zina eləmirəm, oğurluq eləmirəm, işki eləmirəm, əlhəmdülillah, tövfidim var, mən. Amma xırdalar yığılır, dağlar olur. Görsən deyir ki, sən deyir, günahın kiçiyinə baxma. Bütün o böyük dağlar, bunlar həmsi sələflərdən gələn misallardır. Böyük dağlara bax, kiçik daşlardan ibarətdir. Kiçik daşlardan və həmçinin yanaşma tərzi var. Sələflər deyir, sahabələr günahlarını, kiçik günahlarını üzərlərinə aşacaq olan daşlar kimi, qayalar kimi görərdilər. Ki, böyük bir qayanın altındadır, həmən üstünə aşacaq. Amma bu hədisdə gəlir də ki, mömin öz günahını kiçik də olsa, böyük bir qaya kimi görər ki, indi aşıb mənə əzəcək. Amma deyir, münafiq necə görər? Burnun ucuna böyük günahını. Münafiq böyük günahını burnunun ucuna qonmuş bir milçək kimi ki, bir dənə belə eləyəcəm, gedəcək. Belə olmaz. Aldatma özünü. Yəni, bu münafiqlərin arxeynliyidir, yəni, Allah qorusun. Ona görə kiçik günahları kiçik görmək olmaz. Ona görə sələflərdən bu haqda çox məsələlər var. İndi sadəcə mövzumuz o deyil, açıldı. Bu mövzuda çox məsələlər var. Yəni, kiçik günahları deyir, sən günahın kiçiyinə, böyüyünə baxma. Kimə qarşı etsən, ona bax. Allaha, əzəmətli Allaha qarşı eləyirsən. Günah kiçikdir, düzdür. Xəta kiçikdir, düzdür. Kimə qarşı elədiyin, günahı işlətdiyin kimdir? Sənə o kiçik olsa da onu qadağan eləyən kimdir? Aləmlərin Rəbbi Allah, əzəmətli Allah. O əzəmətli Allaha görə sən bunu tərk eləməlisən.